Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri. Bugün Yeni Yasamalda Bravo Marketin arxasında sizə həyət evi ab-havasını yaşadacaq bir bina evi təqdim edirəm. 9 mərtəbəli, köhnə tikili Leningrad layihəli binanın birinci mərtəbəsində yerləşir mənzilimiz. Yerdən çox hündürdür, baxın gördüyünüz bu şəkildədir və binanın arxasında evin özünə aid həyət yanı sahəsi var. Belə bir çardaqlı, navesli, güllük çiçəkli bir bağ fasonunda yaradılmış, ev sahibi tərəfindən düzəldilmiş bir bağ hissədir. Lazım olan bütün texniki qulluqlar falan hamısı görülüb. Həyətdə əlavə olaraq bir mətbəx hissə düzəlib və zirzəmi və qardırob hissəsi yerləşir. 4 otaqlı, qanuni 4 otaqlı bir mənzildir. Əlavə olaraq mənzilimizin altında həyətə asılan bir obyekt hissə var. Oranı da əlavə olaraq gələcəkdə qazanc kimi icarəyə verə bilərsiniz. Təmirlidir o da, onu da sizlərə təqdim edəcəm. Hal-hazırda həyət yanı sahə hissəsini görürsünüz əziz izləyicilərimiz. Çox gözəl bir təklifdir, qiymət də çox münasibdir. Orta mənzildir, yerdən hündür 9 mərtəbəli Leningrad layihəli binanın birinci mərtəbəsindədir. Baxın, belə bir həyət yanı sahəsi var. Qonağınız gəldi, manqal, samavar falan hər bir dəzgahınızı burada rahatlıqla edə bilərsiniz. Əlavə bir sahədir. Bütün qonşular da bu şəkildədir. Birinci mərtəbə, yəni özlərinin aid bir mülk hissəyə çevrilmiş şəkildədir. Buradan qalxacaq, evimizə daxil olacaq. Həm blokdan, əsas girişdən daxil olmaq mümkün olur, həm də buradan daxil olmaq mümkündür. Baxın, buradan daxil olacaq. Daxil olduq buradan mətbəx hissə. İndi keçəcəm mənzilin giriş hissəsinə. Baxın, burada blokdan daxil olduğumuz hissədir. Baxın, qapını açacağım, görəcəksiniz, bağlıdır. Baxın, belə bir dəhliz hissə mövcuddur. 4 otaqlı bir mənzildir, əziz izləyicilərimiz. Yel çəkər mənzildir, yerdən hündürdür, döşəmə parketdir. Burada qonaq otağı yerləşir. Baxın, belə bir qonaq otağı var. Mənzildə qaz, su, işıq var, sənəd kubcadır, mərkəzləşdirilmiş istili sistemi təchizatı mövcuddur. Qonaq otağını gördünüz. Yenidən qaydırıq dəhliz giriş hissəyə. Burada az öncə göstərdiyim mətbəx hissədir. İstili sistemi gördünüz, həm kombi, həm də mərkəzləşdirilmiş istili sistemi mövcuddur. Baxın, belə bir gözəl mətbəx hissə və mətbəxdən həyət yanı sahəyə çıxış imkanı var. Burada birinci yataq otağı yerləşir. Belə bir yataq otağı var. Bu otaq isə pəncərəsi binanın həyətinə baxır. Bina yenilikcə abadlaşdırılmış, həyət sərgiyə salınmış, uşaq meydançası, futbol meydançası, söhbətgahlar düzəlmiş bir binadır. Yəni yenicə abad həyətdən çıxıb, liftləri falan dəyişilib, səliqəyə salınıb. Burada sanitar qovşağı yerləşir. Burada əlavə olaraq pitmuyutka da quraşdırılıb. Burada qardırob hissəsi yerləşir. Baxın, bu şəkildə qardırob hissə var. Artıq əşyalarınızı falan yerləşdirə bilirsiniz bura. Giriş hissədə, sol hissədə quraşdırılmış qardırob mebeli var. Burada isə 4-cü otağımız olan otaq hissə yerləşir. Baxın. Yataq otağını da sizlərə təqdim elədim. Mənzili yenidən sizlərə təqdim edəcəm. Giriş qapımız, qonaq otağımız, mətbəx hissəmiz, birinci yataq otağımız, ikinci yataq otağımız. Burada isə əlavə olaraq bir detski otaq kimi düzəlib, yəni qardırob kimi də istifadə edə bilərsiniz. Ora əslinə qalsa qanunən mətbəx hissə olub. Mətbəx hissə bu hissəyə gətirilərək orada belə deyək, qardırob hissə düzəlib, yəni əlavə bir uşaq otağı kimi düzəlib. Yəni mənzil sənədlə 4 otaqlı mənzil kimi gedir. Baxın, bu şəkildədir. İndi isə keçəcəm binanın həyət istiqamətini sizlərə tanış edib, həyətdəki obyektlə də yaxından tanış edəcəm.